Salam uşaqlar, növbəti RFM testimizin izahlarına baxırıq. Birinci sualda tam həllərinin sayını istəyir bizdən. -3,8-dən böyük birinci ədəd -3-dür. Deməli, -3, -2, -1, 0, 1-dən gedirik neçəyə qədər? 8-ə qədər. Burada tam həllərinin sayını istəyir. 8-dən burada 9, 10, 11, 12 dənədir. Burada üç bucağın daxili bucaqlarının cəminin 180 dərəcə olduğunu bilirik. Yəni 2x üstə gəl 3x üstə gəl 7x bərabərdir 180. 12x bərabər olur 180 dərəcəyə. Buradan da x bərabərdir 180-i 12-yə bölürük. 15 eləyir və böyük bucaq dediyinə görə 7-yə vurmaq lazımdır. Yəni 7x-i tapıram mən. 7 vurulsun 15. Doğru cavab 105 dərəcə. Üçüncü sualda açıq bucaq verilib. COB 140 dərəcədir. 140-ın tənböləni verilib. Tənbölən bilirik ki, bucağı yarıya bölür. 70-70. Burada olur əlbəttə ki 40 dərəcə. Çünki bütöv 180 eləməli idi. AOD bucağı. Baxın AO və D. Buradan bura qədər soruşur. AOD bucağı baxın buradan bura qədərdir və 70 ilə 40-ın cəmidir. 70 də gəl 40. Cavab 110 dərəcə. Növbəti sual 5/24 yazıram. Vurulsun. 4-ün yerinə 2-nin üstü 2 yazırıq uşaqlar. Üstündə də 12 bərabərdir. Olur 5-in üstü 24. Vurulsun 2-nin üstü 24. Bu da verir bizə 10-un üstü 24. 10-un üstü 24 belə yazılır da. 1 yanında sıfırlar nə qədər? Nöqtələr burada 24 dənə burada sıfır var. Yəni 24 dənə sıfır var burada. Onların cəmi, sıfırların cəmi elə sıfırdır. Üstünə 1 gələndə də 1. Rəqəmlərin cəmi istədiyinə görə doğru cavab 1. 5-ci sualda 1 tam, bu deməli necə yazılır? 1 tam dövrün içində 12 yazılır, düzdür? 1 tam 99-da 12. Qarşılıqlı sadə ədəd o deməkdir ki, artıq ixtisar getmir. 1 tam, bunları 3-ə ixtisar eləyirəm 33. Burada 4 və düzgün olmayan kəsrə çevirirəm. Çünki burada tam yoxdur. Burada olur 33. 33-ün üstünə 4 gəldik. Elədim 37. A çıxılsın B. Yəni 37 çıxılsın 33. Doğru cavab D variantıdır 4. Növbəti tənlikdir. Bu tənliyi həll eləmək üçün müxtəlif yollar var. Ortaq məxrəc tapaq elə. Burada 1, burada 2. Deməli, olur 3 çıxılsın 2x, çıxılsın 2-ni vururam bura 2x, üstə gəl 2 olur burada, çünki mənfi ilə buradakı mənfi toqquşur. Üstə gəl 2 olur, bərabərdir 1. 1-in altına da 1 yazıb çarpaz vurub açıram. Yuxarıda olur 5 çıxılsın 4x, 3 ilə 2-ni topladım 5, mənfi 2x-larda 4x verir, bərabər 4-ə. Buradan 4x bərabərdir 1-ə, x də bərabərdir 4-də 1-ə. 2 zər atdıqda düşən xalların ikisinin də mürəkkəb ədəd. Ümumiyyətlə 2 zərdirsə məxrəcimiz 36-dır. 1 zər olanda məxrəc 6 olur. 2 zər olanda 36. 3 zər olanda 6 vur 6 vur 6. Yəni 216 olur. İndi burada mürəkkəb nələr gələ bilər? 4 6, 6 4. Sonra 4 4, yəni hər ikisində 4 4 də çıxa bilər. 6 6 da çıxa bilər. Başqa mürəkkəb ədəd yoxdur zərdə onsuz da. Orada 1-dən 6-ya qədərdir və mürəkkəb ədədlər 4-dən 6-dır. Yəni 4 dənə seçim var. İxtisar da gedəndə olur 9-da 1. Kubun həcminin düsturunu bilirik. V bərabərdir A-nın kubudur bərabərdir 125. Buradan A bərabərdir 5-ə və onun tam səthinin sahəsi 6 vurulsun A-nın kvadratı olduğu üçün 6 vur 5-in kvadratı 25 cavab edir 150. Bunu açıram olur 9-da 1, üstə gəl 9-da 3, üstə gəl 9-da 5. Mötərizəyə alırıq, vururam x bərabərdir y. Bu eləyir 9-da 9. X bərabərdir y-ə. 9-da 9 elə 1 deməkdir. Ona görə x bərabərdir y-dir. Yəni bu mənə verilən kəsirdə y-lərin yerinə x qoysam bir dəyişiklik olmayacaq. Çünki x ilə y eynidir. Bərabərdir. Yuxarıda oldu 2x, aşağıda oldu x və x-lərin ixtisar gedir. Cavab 2.
Hansı ədədlərin əbobu 1 idi? Qarşılıqlı sadə ədədlərin və həmin ədədlərin əkobunu tapmaq üçün bir-birinə vurmaq lazım idi. Düzdür, bərabər 420. İndi bu 420 ədədini qarşılıqlı sadə ədədlərin hasilinə çevirməliyəm. Əlbəttə ki, 42-ni qarşılıqlı sadə ədədlər bilirik ki, istənilən 2 dənə ardıcıl ədəd götürəndə qarşılıqlı sadə olur. 42-ni 6 vur 7, bir dənə də 10 yazıram. Ümumiyyətlə, burada cəmin ən kiçik qiyməti deyirsə, elə 6, 7, 10 vuruqlarına ayırmalıyıq və bunların cəmi eləyir 23. Cəmin ən kiçik qiyməti, yəni 23 olur. Növbəti, deməli, burada f mənfi 1 o deməkdir ki, f x-in yerinə mənfi 1 qoyub. Yəni, mən də funksiyada mənfi 1 qoyacam x-in yerinə. Mənfi 1 çıx 1 bölünsün x-in yerində yenə mənfi 1. Mənfi 2 bölünsün mənfi 1 eləyir 2. İndi f1 yazıbsa, əgər bura 1 yazıbsa, mən də f1 qoyacam x-in yerinə. Bərabərdir 1 çıx 1 böl 1 bərabər 0 eləyir. Cəmidir, plus var ortada. Yəni toplayıram bunları 2, üstə gəl 0, nə eləyir? Doğru cavab A variantı. 2 rəqəmli ədədlərdir. Burada nə verib bizə? Deyir AB çıxılsın, deməli BA ədədi. Bu barədə əvvəlki testlərimizdə bunların açılışlarını yazmışdıq. Təklik, onluq, burada da təklik, onluq. Bunun içində neçə dənə A var? 10 dənə. Bir dənəsini çıxıram, qalır 9 dənə A. Bir dənə B-dən 10 dənə B çıxanda mənfi 9 dənə B qalır, bərabərdir 45. Və bunları 9-a bölürəm. A çıx B bərabərdir 5. 45 də 9-a böldüm. Bunu gətirib altında yazıram. A üstə gəl B bərabərdir 13. Sistemə alıram. B-lər gedir. Olur 2A bərabərdir 18. Buradan da A bərabərdir 9. A-nı 9 tapmışamsa, bu 9-sa, bu da 4 olmalıdır ki, toplayanda 13 eləsin. B-ni istəyir məndən, cavab 4. Növbəti sualda. Deməli, bu düzbucaqlar bərabərdirlər bir-birlərinə. Bərabərdirlərsə, bizə göstərilən bu uzunluqlar, yəni uzunluq 3-dür. Uzun olan tərəflərə 3 yazıram, fikir verin. Buradakı 3-lərə, bu da 3-dür, bu da 3-dür. Yuxarıdakı bu tərəflə bunun altındakı eyni olduğuna görə burada 3 eləyir. Və bunun, fikir verin, buradan bura qədər və bir də buradan bura qədər. Bu da 3-dür. Normalda bu qarşıdakı tərəf 1-dir, amma o sayılmır. Çünki perimetr deyəndə mən ancaq kənarları toplayıram, ortadakı xəttlər nəzərə alınmır. Ona görə bu ortadakı 1-i saymasaq, burada yenə 3-dür, burada 3-dür. Yəni, burada da bir dənə 3 var, burada da bir dənə 3 var. Ortadakı 1-ləri nəzərə almırıq. Burada 8 dənə 3 var, 2 dənə də 1 var. Bir dənəsi də buradadır, fikir verin. 2 dənə də 1 var. Eləyir 26. Doğru cavab olur C variantı. 14-cü sualda, yəni bu asan sualda A-ya 13K, B-yə 12K, C-yə 5K desək, gətirib B üstə gələcək, yəni B-nin üstünə C gəlirəm, 17K, çıxılsın A-nı çıxıram, yəni 17K, çıxılsın 13K bərabərdir 8. Buradan eləyir 4K bərabər 8, K bərabərdir 2. K-nı 2 tapandan sonra A-nı soruşur. A da məndə 13K-dır. 13-ü vururuq 2-yə. Cavab eləyir 26. 15-ci sualda su ilə dolu bidonun çəkisi. Fikir verin, yazıram su üstə gəl bidon bərabərdir 34. İndi suyun 40% boşalırsa, 40% gedirsə 60% qalır əlimdə. Bidon amma bütövdə, əlbəttə ki, bidonun nə kütləsi çoxalmır, nə azalmır. Bidon elə yerindədir. Sadəcə suyun orada 40% boşaldığına görə 60% qalıb. 60% də 0,6 yazmışam. Bərabərdir 22-yə. Bunları mən tərəf-tərəfə bir dənə çıxsam, bidondan bidon çıxırıq 0. Bunun əmsalı 1-dir də uşaqlar. 1-dən 0,6 çıxanda 0,4 S bərabərdir. 34-dən də 22-ni çıxırıq. Burada çıxdığımıza görə burada da. Eləyir 12. Buradan da S bərabərdir. 12-ni 0,4-ə bölürük 30. 0 atıb vergülün üstünə xətt çəkirik. 120-ni 4-ə böldük 30. S əgər 30-dursa bidonu istəyir bizdən. Bu 30-dursa
Bu da 4 olmalıdır ki, cəmi 34 eləsin. Deməli, bidon olur 4. Şəkildə 3 bərabər düzbucaqlı verilib. İndi fikir verin, yenə uzunluqlara A deyirəm. Baxın, uzun olan tərəflərə, yəni buradan bura qədər A deyirəm. Bu da A-dır. Balaca tərəflərə də, enlərə də B deyirəm. Burada da B-dir, burada B-dir. Burada da balaca tərəf B-dir. İndi qarşı tərəflər bərabər olduğu üçün, bu tərəflə, yəni bura bərabər olduğu üçün A bərabər olur 2 dənə B-yə. Bizə deyir ki, düzbucağının perimetri 40-dır. Perimetr nə deməkdir? Tərəflərin cəmidir, düzdür. Yəni 2 vurulsun bu en üstəgəl uzunluq. Yəni buradan bura qədər, üstəgəl buradan bura qədər. Enlə uzunluğu mən toplayıb 2-yə vuranda olur perimetr. A üstəgəl, burada B-dir, bura A-dır. Deməli, bura A-dır, bura A üstəgəl B-dir. A üstəgəl B bərabərdir 40. Burada 2A üstəgəl B-dir. Mötərizədə buradakı 40 ilə 2-ni ixtisar eləyirəm, bərabərdir 20. Sadəcə A-nın yerinə 2B qoymaq istəyirəm. A-nın yerində baxın 2B qoyanda 4B, bu da B. Olur 5B bərabərdir 20-yə. 20-ni 5-ə böldüm 4. B 4-dürsə A-mız da 8 olur. 2 vur 4, 8. Sahə istəyir bizdən S bərabərdir. Bu eni ilə uzunluğunu vurmalıyam, düzdür. Bura neçədir? A-nı 8 tapmışam. Burada A üstəgəl B-dir. Bura A-dır B, yəni A üstəgəl B bütöv. 8 ilə 4-ün də cəmi 12 də budur. S də bərabər olur 8 vurulsun 12-yə. Doğru cavab 96. Bu çoxluqlar dərsinə aid bir sualdır. A-nın B-dən fərqi buradır uşaqlar. B-nin A-dan fərqi buradır. Burada A ilə B-nin kəsişməsidir. A kəsişir, kəsişmə üzü aşağıdır, kəsişir B. Və mən bunların hamısını toplasam da olur birləşmə. İndi bunları bərabər verib A ilə B-nin fərqi, B ilə A-nın fərqi deyil, bərabərdir. Yəni 3x üstəgəl 2 bərabərdir 5x çıxılsın 10-a. Buradan alınır 2x bərabərdir. Deməli 12-yə x bərabərdir 6. X-i 6 tapandan sonra birləşmə. Birləşmə baxın, burada nə varsa toplamaq lazımdır. Olur birləşmə. A birləşir B. Toplayırsan olur birləşmə. Yəni 3x deməli üstəgəl 2, üstəgəl 7, nə varsa toplayıram. Üstəgəl 5x çıx 10 bərabərdir 8x deməli bu eləyir 9 çıx 10 çıxılsın 1 bərabərdir. X-in qiymətini tapmışam 6. 6 dəfə 8 48. 8 vur 6 çıx 1, yəni cavab 47. 18-ci sual qalıqlı bölmənin düsturudur. Baxın A bərabərdir 4B üstəgəl 3-ə. B bərabərdir 7C üstəgəl 5-ə. İndi mən yuxarıdakini davam edirəm. 4 vurulsun B-nin yerinə, B-nin də bu aşağıdakı ifadə şəklində qiymətini qoyacağım. B-nin yerinə yazıram 7C üstəgəl 5. Dalıca bir dənə 3 də var. Bərabərdir 28C üstəgəl 4-ü 5-ə vuram 20. Bu da 3. Oldu 23. İndi ABC naturaldır. Yəni natural ədədlər 1-dən başlayır. Və A üstəgəl B üstəgəl C cəminin ən az qiyməti. Burada ən az bu A bərabərdirdir, düzdür. Mən A-nı davam eləmişəm yuxarıda. A-nın cavabıdır, bu yazmışam. Ən az olması üçün C-yə ən kiçik natural ədədi verməliyəm. Çünki 28-i 1-ə vurub, üstünə 23 gələcəm. Ya 2-yə vurub, üstünə 23 gələcəm. Ona görə C-yə ən kiçik qiyməti verirəm 1. C-yə 1 verəndə A olur, deməli 51. 28-i 1-ə vurdun, 28 üstəgəl 23. 51. C 1 olanda da B buradadır da, B bərabərdir. C 1-dirsə əgər 7 vur 1, üstəgəl 5. B-miz də eləyir 12. 7 üstəgəl 5-də 12. Və bunların cəmini istəyir mənə. A, B, C-nin cəmini istəyir. Doğru cavab eləyir 64. Toplayırıq bunları. Növbəti deməli tənliyi həll eləmək üçün ortaq vuruqları mötərizənin xaricinə çıxarıram. Ortaq vuruq üstünün kiçik olanları deməkdir. Burada x çıx 1-in üstündə 1-dir. Burada 2-dir. Yəni balacasını götürdün. X çıx 1.
X üstə gəl 1-in üstündə 2-dir. Burada da 1-dir, heç nə yoxdursa. Yəni x üstə gəl 1-i götürdüm, balacasını götürürük. Burada x üstə gəl 1-dən 2 dənə idi, 1-i qalıb. X üstə gəl 1 çıxılsın. X çıx 1-dən 2 dənədir. Amma çıx x olur, üstə gəl 1. Çünki bu mənfi ilə, baxın, bu mənfi toqquşur. Ona görə üstə gəl 1 olur və aşağıda, bir dəqiqə, aşağıda olduğu kimi x-i yazıram. Bərabərdir. Deməli, x çıx 1 mötərizədə. Burada x üstə gəl 1. Burada nələr gedir? X-ların gedir. Qalır vurulsun 2 və aşağıda x bərabərdir. Burada mötərizəni vurub açanda 2 vurulsun. X-in kvadratı çıxılsın 1-dir. Bu müxtəsər vurma düsturudur. X kvadrat çıx 1 alınır. Bölünsün, bu da x bərabərdir. 2-ni vurub açıram, olur 2x-in kvadratı çıxılsın 2 bölünsün x. Yuxarıdan sadəcə x-in kvadratı bərabərdir. 1 çıxılsın 2x. Digərlərini sağa atıram, işarələri dəyişir. Gətirib yerinə qoyuram. 2 vurulsun x kvadratının yerinə 1 çıxılsın 2x yazıram. Çıxılsın 2-ni də yazdım. Olduğu kimi bölünsün x. Bu da bərabərdir. Mötərizəni vurub açıram. 2 çıxılsın 4x. Sonra çıxılsın 2 bölünsün aşağıda da x. 2 ilə 2 gedir. İslah olur. X ilə x ixtisar olur. Cavab qalır -4. D variantında -4'dür. 20-ci sualda A kiçikdir 0. Baxın, yəni A mənfidir. B müsbətdir. Biz modulu açanda elə açmalıyıq ki, müsbət olsun. Mənfi ədədi 2-yə vurub çıxıram müsbət ədədi. Yəni birinci müsbət olmalıdır. B müsbətdir axı. Sonra çıxılsın 2A. Yəni bu belə yazılsa modul müsbət olacaq açılışı. Çıxılsın B çıxılsın 5A. Birinci elə B'dir, yəni müsbət. Bu olduğu kimi açılır. Amma mötərizədə yazıram ki, qarşıda mənfi var. Və A-nı B-yə vuranda, mənfini müsbətə vuranda mənfi eləyir. Ona görə qarşısına bir dənə də mənfi atıb çıxardıram ki, moduldan müsbət olsun. B çıxılsın 2A, çıxılsın B, üstə gəl 5A, çıxılsın A, B. Bu da verir bizə B-lərim gedir. 5A-dan 2A-nı çıxırıq. 3A çıxılsın A, B. 3A çıxılsın A, B, yəqin ki, D variantıdır, bəli. 2019 bölünsün 1 üstə gəl x. Aha, burada nə edəcəyik 21-ci sualda? Bu x-ların qüvvətlərinə fikir versəz, biri m çıx n-dir, biri n çıx m-dir. Bu ədədlər haqqında nə deyə bilərik? Əks ədədlərdir bunlar. Məsələn, ola bilər 1-i 2 çıx 3, o biri olur 3 çıx 2. Düzdür? Və ya ola bilər 4 çıx 3, 3 çıx 4. Yəni, görürsünüz, əks ədədlər alınır. Ona görə mən belə işləyəcəm misalı, daha sadə olması üçün. Hərflərin yerinə, məsələn, x-in üstünə burada 2 qoyuram. O birisində nə qoyacam? 1 üstə gəl, x-in üstündə orada -2 olacaq. Biz dedik, axı, bunlar əks ədədlərdir. Yəni, 1-2 olanda o biri -2 olmalıdır. Bərabərdir. Sadəcə ortaq məxrəc tapıb həll eləmək lazımdır bunu. Ortaq məxrəc tapıram. Bir dəqiqə. Aha. Ortaq məxrəc nədir bunlara? Əlbəttə ki, elə bunu sadələşdirim. Mən bu formada birbaşa yazmayayım. 2019 1 üstə gəl x kvadrat. Üstə gəl, burada da yazıram 2019. Burada 1 üstə gəl. Bu x-in üstündə -2-dir, düzdür. 1 bölünsün, x-in üstündə 2 yazım əvvəlcə. Bərabərdir. Yazdım yenə 2019. Burada da 1 üstə gəl x kvadrat. Üstə gəl. Bunun özünə bir dənə ortaq məxrəc tapaq. Özündə x kvadrat da ortaq məxrəc. Olur x kvadrat üstə gəl 1. Burada da 2019 bərabərdir. Biz indi belə mərtəbəli kəsirlərdə qeyd eləmişik ki, məxrəcin içində bir dənə də məxrəc almışda o qalxır yuxarı. Yəni 2019-un yanına gəlir.
Yazıram 2019 bölünsün 1 üstə gəl x kvadrat. Üstə gəl 2019 x-in kvadratı qalxır yuxarı. Aşağıda da x-in kvadratı üstə gəl 1. Buradan nə edirəm? Bərabərdir. Ortaq məxrəc tapıram sadəcə. X kvadrat üstə gəl 1 ya da 1 üstə gəl x kvadrat eyni şeydir də. Burada da yazıram 2019 üstə gəl 2019 x-in kvadratı. Məxrəc yenə də olduğu kimi qalır. Sürətdə ortaq 2019 var. Çıxardanda mötərizənin xaricinə 1 üstə gəl x-in kvadratı qalır. Bunlar eynidir. Yəni toplamlar yer dəyişəndə cəm dəyişmir. Doğru cavab 2019. Növbəti sual. Deməli, burada yer var. Deməli, Namiqin en sayda topu var. O topları 4-4 qruplaşdıranda bir top artıq qalır. Deməli, belə yazıram da 4 dənə x yazanda biri yerdə qalır. 6-6 qruplaşdıranda 3-ü. 6 dənə y götürürəm bu səfər. 3-ü artıq qalır. 9 dənə də z götürəndə 6-sı artıq qalır. Fikir versəz 4-dən 1 çıxanda 3 eləyir. 6-dan 3 çıxanda 3 eləyir. 9-dan 6 çıxanda 3 eləyir. Yəni, hər dəfə bunların arasındakı fərq 3 vahiddir. 3 vahid azdır da, yəni. Başqa cür biraz geniş də izah eləmək olar. Məsəl üçün, bunların A ədədi götürürəm. A ədədi bərabərdir bu topların sayına. Mən belə davam eləyəcəm misala ki, hər tərəfin üstünə bir dənə 3 əlavə eləsəm, bərabərdir. Olur 4x üstə gəl 4. Yəni, hamısının üstünə 3 gəlirəmsə, birin üstünə 3 gəldim. 6y üstə gəl 3 gəlirəmsə 6 olur. 9z üstə gəl 9 olur 3 gəlirəmsə. Burada olur a üstə gəl 3 bərabər. 4-ü çıxarsam mötərizənin xaricinə x üstə gəl 1. 6-nı çıxarsan y üstə gəl 1. 9-u çıxarsan z üstə gəl 1. Yəni, biz bunu hasil şəklində göstərəndən sonra əminliklə deyə bilərik ki, buradakı 4-ə, 6-ya və 9-a bölünən bir ədəddir. A üstə gəl 3 ədədi. Yəni, a üstə gəl 3 bərabərdir. Burada 4-ə, 6-ya və 9-a bölünən birinci ədədi tapım mən. Əkob 4, 6 və 9. Bunların üçünə də bölünür. Eləyir 36. İndi bu 1000-dən az, amma ən böyük 3 rəqəmli ədəddən söhbət gedir. 1000-dən az, amma ən böyük 36-ya bölünən birinci, ən axırıncı ədəd 972-dir. Və buradakı A-nı tapanda da 972-dən 3-ünü çıxıram, eləyir 969 və bunun rəqəmlərin cəmini istədiyinə görə 969 cavab eləyir 24. Burada 23-cü sualda deməli x-in özünü yazsam mən x 1 vur, 2 vur, 3 vur, 4 vur, 5-ə qədər x-in vuruğu yoxdur. Amma sonrası var 6, 7, gedir 101, düzdür? Bu əslində 1-dən 101-ə qədər olsa idi, 101 faktorial olardı. Çünki faktorial həmin 1-dən həmin ədədə qədər ədədlərin hasili deməkdir. Amma 5-ə qədər yoxdur. Bunu özümüz əlavə eləməliyik. İndi özüm əlavə edib vurmuşam 1-dən 5-ə qədər ədədlərin hasilinə. İndi bölürəm. 5 faktoriala bölürəm. Bu birinci cavab. Hər bir vuruq bir vahid artanda bu necə olur? X bərabərdir. 6, 7 olur. Burada 7, 8 olur. 8, 9 olur. Növbəti ən axırıncı 101-də olur. 102. Hərəsi bir vahid artanda. Bunu necə yazıram mən? Yəni, x bərabərdir. Burada məsələn yazsaydım, x deməyək, indi buna y götürüm. Məsələn, 1 vur, 2 vur, 3 vur, 4 vur, 5 vur, 6 vur, 7 vur, gedir 102-yə qədər olsa idi əgər, yazacaqdım 102 faktorial. Amma bunun qabağında 1-dən 6-ya qədər yoxdur. Mən özüm gətirdim bunun qabağına və 6 faktorialı ona görə bölürəm. Burada 102 faktorial bölünsün 6 faktorialı bölürük. Deməli, 101 faktorial bölünsün 5 faktoriala bərabərdir
deməli, kəsrə böləndə birincini olduğu kimi saxlayıb ikincinin tərsinə vururam. Amma 102 faktorialın içində 101-ə qədər faktorial yazıram. 102-cinin adi vuruq kimi yazıram. Bölünsün 6 faktorialın içində 5-ə qədər faktorial yazıram. Yəni, baxın, buraçan faktorial yazıram. 5-ə çan, sonra vurulsun bir dənə 6 yazıram. Vur tərsinə. 5 faktorial qalxır yuxarı. 101 faktorial gəlir aşağı. 101 faktorial gəldi aşağı. 101 faktoriallar, 5 faktoriallar gedir. Qalır 102 bölünsün 6. 102-ni 6-ya da böləndə 17 eləyir. 17, yəni 17 dəfə böyüyür də. Vuruqları bir dəfə, bir vahid artıranda 17x eləyir. 17 dəfə böyüyür. 24-cü sualda ortaq məxrəc tapacağım. Burada ortaq məxrəc elə x-in kvadratı, y-in kvadratı. X-in kvadratına böləndə y-in kvadratı, y-in kvadratına böləndə x-in kvadratı olur. Burada x-in kvadratı üstə gəl y-in kvadratı bərabərdir 2 bölünsün x, y. Burada fikir versəz, x, y-dən 2 dənədir. Biri buradakı ilə ixtisar gedir. Qalır x-in kvadratı üstə gəl y-in kvadratı bərabərdir. Çarpaz vurub açıram da 2 vurulsun x, y. Bunları da bir yana yığanda olur x-in kvadratı üstə gəl y-in kvadratı çıxılsın 2x, y bərabərdir 0. Bu müxtəsər vurma düsturudur. X çıx 2y-in kvadratı bərabər 0. Buradan x bərabərdir y. Olmalıdır ki, bunun cavabı 0 eləsin. X əgər y-ə bərabərsə, ya y x-ə bərabərsə, bunu x-nə əvəz eləyirəm. Olur 2x bərabərdir 3, x də bərabərdir 3 bölünsün 2. Doğru cavab A variantı. 25-ci sualda deməli bizə verib AO-dan DC bərabərdir. AO radiusdur, DC də deməli radiusa bərabər imiş. Onda bir dənə buradan radiusu göstərək, bunu çəkək və burada bir bərabər yanlı üçbucaq alınır. Burada bir dənə x atsam, burada bir dənə x olur. 75, deməli, mərkəzi bucaq adlanır. 75 dərəcəli bucaq. Mərkəzi bucaq söykəndiyi qövslə ölçülür. Yəni, AY qövsü də oldu 75. İndi bu çevrənin yarısıdır da, düzdür. Çevrə 360-dır, amma bu yarısı 180-dir. 75 buradadır. Bu x-in qabağındakı qövs də x olur. Necə ki, 75-in qabağı 75 yazmışam. X-in qabağındakına da x yazıram. Və buraya yazmalıyam. Deməli, heç lazım deyil bu bizə. 75, 105 çıxılsın x yazmalıyam. Çünki 180-dən bu ikisini cəmi çıxdım. Amma biz onsuz bu kənardakı bucağı tapırıq. Bunun üçün belə bir düstur var ki, x bərabərdir 75 çıxılsın. Buradakı böyük qövsdən balaca qövsü çıxıram. Bölürəm 2-yə. Məxrəcinə 1 verib çarpaz vurub açıram. 2x bərabərdir 75 çıxılsın x. Buradan 3x bərabərdir 75-ə. X də bərabərdir 25 dərəcəyə. Doğru cavab B bəndi. Bu qədər.